Xeyr, susmaq həmişə zəiflik əlaməti deyil və belə bir söz var, deyir, bilən danışmaz. Bir insan bir proses və hadisə haqqında nə qədər çox bilirsə, görürük ki, o haqda daha az danışır və yaxud ehtiyatla danışır. Bir proses və hadisə haqqında nə qədər az bilirsə, bir o qədər çox danışır. Biz bunu real gündəlik həyatda da müşahidə edirik. Belə bir məşhur da deyim var ki, susmaq deyir, danışmaq deyir, gümüşdürsə susmaq qızıldır. Sadəcə bir insan harda danışmaq, harda susmaq lazımdır, bunlar arasında fərqi bilməlidir. Dolayısıyla bunun fərqində olmalıdır. Bəzən şəxslər arası münasibətlərdə susmaq çox böyük bir cavab rolunu oynayır. Çünki sükutun özünün də bir dili var. Sükutun özünün də bir sözü var. Sadəcə bu yerində, məqamında olmalıdır. Təəssüflər olsun ki, bəzən cəmiyyətdə, bəzən bəzi insanlar tərəfində susmaq zəiflik kimi qəbul edilir. Əslində susmaq yeri gələndə ən böyük cavabdır. Yetər ki, bunun fərqində olasan.